2 dərsdən pis qiymət aldığını atan bilirmi? Atama ne için diyeyim? Axı ne üçün də atandan gizlədəsən? Atam bilse beni özüyle yol çekmeye yaparmaz. Ağıllı oğlum, hər halda atana deməlisən. Elədir? Dilara! Bizim şeylerimizi hazırla. Hazırlaş oğlum, sabah gelirik. Her şey öz qaydasındadır Dilara. Maşınlar da getirilmiştir. Aferin Hüseyin dayıya. Kocalığına bakmayarak, koçak kişidir. Yorulma ne olduğunu bilmir. Adamları topladı, lazım kadar erzak ayırdı. Ha, bugün seher. İsmail, atandan gizletmə, de. Demeyeceğim. İsmail! Bilirsen, ne var, ne olur? Ha, yeni oyun çıkarmışsın. Hiçbir şey. İsmail'in necə oxuduğundan heç xəbərin varmı? Necə meyər? Ne diyesin belə oğula? Atasını yamanca sevindirir. Ben elə bilirdim ki, benim oğlum artık böyüyüp, bundan sonra mənə kömək olacaq. Sen deme o, tembelin biriymiş. Üstelik korkakmış da. Kıymetlerini atasından gizledir. Yok azizim, ben senin kimi korkağı tembeli özümle hiç yere apara bilmərəm. Bu ne harekettir? Taksirkar özünü iki alan sen, hele bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. 2 alanda ne olar? Odur kənd Sovetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sen karışma. Ben senin hatırına değmek istemiyorum. Ancak uşağı sen körlamsan, onu erkeğin korkak tembel böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlumun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözler niye lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazımdır? Bəsdir, yeter! Ortalığa ayrı seçkilik salma. Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq.